السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Bu taziye günləri münasibətilə bir daha başda İmam-ı Zaman ağamız Həzrəti Zəhra salamullah əleyha olmaqla hər birinizə təsliyyət diləyirəm. Allah bizlərdən inşallah bu taziyələri ali dərəcədə qəbul eləsin. Bizləri dünya və axirət Həzrəti İmam Hüseyin ağanın hidayət nurundan ayrı salmasın. Allah-u Teala Qur'an-ı Kərimdə şəhidlər haqqında buyurur ki, Allah yolunda öldürülənlərə ölü deməyin. Onlar ölü deyillər. Bəl əhyaun, əksinə onlar diridilər. Velakin la teş'urun. Yalnız sizin ağlınız onları dərk eləyə bilmir. Ki şuurlar şəhadət elə bir məktəbdir ki, ağıl və şuur onu dərk eləməkdən acizdir. Onun üçün Allah Müteal bu qədər böyük bir məqamı şəhidlərə veribdir ki, şəhid özəl bir xüsusiyyətdir. Ki deyir Allah Müteal insana bu dünyada nə qədər nemət verərsə versin, istədiyin hər şeyi sənə verərsə, əgər şəhid olaraq dünyadan köçməyibsənsə, yenə azdır. Yəni, ən böyük mükafat Allah tərəfindən şəhidlikdir. Onun üçün Allah Müteal bu şəhadət məktəbin həmişə yaşadır. İnsan üçün canından əziz olan bir şey olmur ki, bu dünyada dünya baxışı ilə baxsa. İnsan onu qurban verir Allah yolunda ki, ilahi bir canım var idi. Ən əziz bilinən şeydir bu dünyada, mən onu sənin üçün fəda elədim. Həzrəti Hüseyin əleyhissalam həm özünün, həm ailəsinin, həm də ən yaxınların ki Allah yolunda qurban verib, ona görə Allah Müteal da 1400 ildir, o həyatı bizə göstərir ki, həyatın həqiqəti belə olar. Və bunun üçün mükafatlar verib. O da yalnız Həzrəti Hüseynə deyil. Peyğəmbər Əkrəm buyurur ki, ya əyyuhənnas, ey insanlar, hazəl Hüseyn, İmam Hüseyin ağa ki, Peyğəmbərin sağlığında yanındaydı, deyir, ey insanlar, bu Hüseyin ibn Ali, fə'rifuhu, bu Hüseyin ibn Əlidir, Əlinin oğlu Hüseyndir ki, onu tanıyın, onu tanıyın. Fəvəlləzi nəfsi biyədihi, and olsun mənim canım onun əlində olan Allaha. İnnəhu ləfil cənnə, o cənnətdədir. Və muhibbuhu fil cənnə, və onu sevənlər də cənnətdədir. Və muhibbu muhibbihi fil cənnə, və onu sevənlər də cənnətdədir. Görün, nə böyük bir mükafat verib. Həm özü, həm onu sevənlər, həm onu sevənləri sevənlər. İstəyir ki, Allah Müteal məktəb yaşasın. İmam Hüseynə sevgi bir okulun təməlidir. İlahi okulun təməlidir. Onun üçün deyir, hər kim bu okula doğru yönələrsə, o zaman bilsin ki, nicat tapıbdır, cənnətdədir. Əmir-əl-Müminin əleyhissalatu vəssalam Küfəlilərə bir neçə söz deyir. Özü Mina xütbəsində İmam Hüseyin ağa danışırdı. Amma Əmir-əl-Müminin özü Nəhcül Bəlağədə Küfəlilərə bir neçə xütbə oxuyur. Xütbələrindən birində belə buyurur. Vallahi ma muaviyyətu bi ədha minni. And olsun Allaha, Muaviyyə məndən daha siyasətçi, nə də zirək deyildi. Vəlakinnəhu yəqdiru və yəfcuru. Muaviyyənin xüsusiyyəti bu idi ki, lakin hilə işlədirdi, hiləgərlik yapırdı və müxtəlif günahlara əl atırdı. Əmir-əl-Müminin əgər istəsəydi hilə eləsin, nəuzubillah,
Kimsə Əmirəl-Mömininin ağlında bir adam yox idi ki, o zamanədə hər şey eləyə bilərdi. Amma buyurur ki, o Muaviyyə hilə və günahlara əl atır. Və ləvlə kərahiyyətul qədri ləkuntu min ədhən nas. Əgər əhdi pozmaq, xəyanətkarlıq, pis və bəyənilməyən bir iş olmasaydı, mən insanların ən zirəki və ən siyasətçisi idim. Ən yaxşı yolları mən başarırdım. İnsanları necə ələ alardım. Amma istəmədim günahla, fisklə, fəsadla insanları ələ alım. Çünki Allah buna izin vermir. Və lakin kullu qudaratun fucaratun və kullu fucaratun kufaratun. Buyurur ki, hər bir əhdi pozmaq və xəyanət insanı günahkarlığa aparar. Hər bir günah isə sonunda insanı küfrə gətirər, çıxadar, insanı kafir eləyər. Necə ki, Yezid məlun Kərbəla hadisəsi baş verəndən sonra bir şeir oxudu. Dedi, nə Cəbrail nazil olmayıb, nə kitab olmayıb, nə peyğəmbər göndərilməyib. Bunlar hamısı boş-boş sözlərdir. Gəldi elə bir səhnəyə çıxartdı onun əməlləri ki, axırda dini inkar elədi. Elə əvvəldən də belə idi, amma zahirən özün belə göstərmirdi. Vallahi ma əstəğfəlu bil məkidəti. And olsun Allaha, heç zaman düşmənin hiləsi məni qandıra bilməz. Əmirəl-Möminin and içir ki, heç bir zaman düşmənin hiləsi məni qandıra bilməz. Yəni, siz də tədbirli olun, siz də siyasətli olun ki, düşmənin hiləsi sizi aldadmasın. Əgər düşmənin hiləsi bir toplumu aldadarsa, babasına belə xəyanət eləyər. Peyğəmbər buyurmuşdu da, Ənə və Aliyyun əbəvə hazihil ümmə. Mən və Əli bu ümmətin babaları yox. Manəvi babaları yox bu ümmətin. Əgər insan həqiqətləri dərk eləməsə, bəsirətli olmasa, öz babasına da xəyanət eləyər. Onun üçün çox ayıq olmaq lazımdır. Bunun üçün də belə deyil, bəzi işləri görərlər, bəzi işləri görməyərlər, siz aldanasınız. Hayır, düşmən hər şeyə əl atar. Bilirsiniz də Siffin savaşında ki, Muaviyyə ilə Əmirəl-Möminin əleyhissalatu vəssalamın arasında savaş gedirdi. Savaş bitəndən sonra bir İraqlı, bu məlun ki Şamda hakimiyyət eləyirdi məxsusən Muaviyyə, bir İraqlı gəlmişdi Şamdan keçirdi, o yoldan keçirdi öz dəvəsi ilə. Muaviyyənin askərləri gəldilər bunu, yaxaladılar, dedilər ki, sənin dəvən bizimdir. And aman elədi, nə danışırsınız? Bu dəvə mənimdir, bu dəvənin anası da mənim olub, mənim evimdə balalayıb, hətta onun da anası mənim evimdə olub. Necə yəni dəvə mənimdir? Mənim öz şəxsi malımdır. Dedilər, yox, sənin deyil, dəvə bizimdir. Aldılar dəvəni, götürdülər, apardılar. Nə qədər elədisə gücü yetmədi, onda qərar oldu ki, getsinlər Muaviyyənin yanına, lənətullah əleyh, hökm eləsin. Bu dəvə kimindir? Gəldilər məlunun yanına, bu əskərləri dedi ki, bu adam bizim dəvəmizi çalmışdı, yolda yaxaladıq. İstəyirdi İraqa aparsın. Bu Siffin savaşında bizim dəvəmizi çalıb, biz savaşda olanda. Muaviyyə dedi ki, dedilər ki, bu dişi dəvə bizimdir. Muaviyyə dedi ki, evet, dəvə sənindir, götür. Öz əskərlərinə. Dedi, sizindir, götürün dəvəni. Bu adam dedi, nə danışırsan Muaviyyə, belə hökm mü olar? Bunlar deyirlər, dişi dəvə bizimdir, amma o dəvə dişi deyil, erkək dəvədir. Bunlar dəvənin cinsini bilmirlər, deyirlər mənimdir, bizimdir. Muaviyyə dedi ki, yox, daha hökm verilib, dəvə onlarındır. Deyir, buna dedi ki, bəklə, birazdan səndən işim var, az sonra səndən işim var. Bunlar getdilər, dağıldılar. Muaviyyə deyir, bu dəvənin sahibini çağırdı. Misal, dəvənin fiyatı 100 dinar idi, 200 dinar çıxartdı, verdi ona. Dedi, gələ, sənin dəvəvin puludur.
Mən bilirəm dəvə sənindir, bunların deyil. Lakin Əli ibn Əbu Talibə bir dənə söz deyərsən. Əli ibn Əbu Talibə deyərsən ki, Muaviyyə dedi ki, onun üzərinə 100 minlik elə bir qoşunla gəlirəm ki, onlar üçün erkək dəvə ilə dişi dəvənin farkı yoxdur. Onlar baxmırlar, erkək dəvədir, dişi dəvədir. Onlar nə desə Muaviyyə ona əməl eləyəcəklər. Deyir, Muaviyyə gəldi, Cumadan 2 gün öncə bir yerə çatdı, dedi, savaşa az qalıb, savaş başlayacaq. Gəlin Cuma namazını bugün qılaq. Cuma günü savaş olacaq, Cumanı qıla bilmərik. Gəlin bugün Cumanı qılaq. Hamısı abdestini aldılar, üzü qibləyə. Gözəl, təmiz paltarda, elbisədə, gözəl pak, başladılar namaza, axılar Cuma namazı qılırlar. Baxın, tarix bizə nə öyrədir? Tarix bizə öyrədir ki, əgər sənin bəsirətin olmasa, Muaviyyələr səni aparar, bazar günü də Cuma namazı qıldırar. İmamlar sizi qandırmasın, yanlış imamlar. Əmir əl-Müminin Məzlum Əli küfəlilərə görə nə deyir xütbəsində? Həqiqətən Əmmə-i Ətxar, bu pak imamlarımız çox məzlum olublar. Yəni, düşüncünən ki, səni ilə Allahın arasındakı bir rabitə var. O rabitə o qədər məzlum olub ki, heç nə gəlmir əlindən, öz ürəyin sözlə boşaldır. Buyurur ki, Əyyuhən nasul müctəmiyyətu əbdanuhum. Xütbə eləyir cəmaata, küfəlilərə. Deyir, ey o cəmaət ki, zahirən cisimləri hamısı bir yerdədir. Toplaşmışsınız, bir yerdəsiniz. Əl-muxtəlifətü əhvauhum. Amma sizin xəyallarınız, həvai nəfsləriniz bir yerdə deyil. Hərəviz bir güşədəsiz, hərəviz bir sarayın dalıncasız, hərəviz dünyanın bir güşəsində pərvaz edirsiniz. Nə olub sizə? Niyə aldanırsınız? Mən o Əliyəm ki, o Əlidir ki, Xeybərin fatihidir, Xəndəkin fatihidir, Təbukun fatihidir, Uhudun fatihidir. O Əli ki, Peyğəmbər hər zaman onu görürdü, deyirdi, Əliyyum minni və ənə minəl Əli. Mən ondanam, o da məndəndir. Yəni, biz iki cisimdə bir ruhuq biz. Kəlamukum yuhis summəs-səlab. Buyurur ki, sözləriniz elə sərtdir ki, sərt qayaları belə zayıfladır. Danışanda elə gözəl danışırsınız, elə nitqlə danışırsınız, elə səsiz ucadan çıxır ki, sərt qayaları belə dağıdar səsləriniz. Amma yapdıqlarınız düşmanları sizə qarşı tamahlandırır. Və fi'alukum yutmi'u fikumul a'da. Yəni, bundan böyük bir insanın manevi cəhətdən nə qədər aşağı düşdüyünü anladacaq başqa bir söz bula bilmərik. Deyir, nə olub sizə? Danışanda elə konuşursunuz ki, dağlar səsinizdən titrəyir. Amma əməllərinizə baxanda düşmən tamah salır sizə. Dünyada elə bir iş görməyin ki, dinin düşmənləri sizə tamah salsın. Dinin düşmənləri tamah salanda sizə rahat olurlar ki, biz istədiyimizi eləyə bilərik. Rəhbərə xəyanət olanda, o zaman dışarıdan düşmən nüfuz eləyə bilir. İçəridən xəyanət olmasa düşmən bir şey eləyə bilməz ki. Onun üçün Qədirxunda ayə nazil olanda nə dedi? Dedi, daha müşriklərdən qorxmayın, onların kitabı bağlandı. İndi məndən qorxun. Vay o gündən ki, məndən qorxmayasınız. Məndən qorxmasınız, Əlinin başına oynacarsınız. İndi bu kəlmə ayədə deyildi, amma ayənin təfsiri budur. Əgər Allahdan qorxmasın, Əlinin başına oynacarsan, Hüseyni şəhid eləyərsən, Əhl-i Beyti zindana salarsan. Təqulunə fil məcalisi kəytə və kəytə. Məclislərdə oturduğunuz zaman həp deyirsiniz, böyle yaparıq, böyle yaparıq, gəlin, toplanalım, bu işi yapalım. Fəizə cəəl qital, qultum hidi hidi.
Elə ki, savaş gəldi, deyirsiniz, uzaq dur məndən. Nə olub sizə? Ma'azzət də'vətum mən də'akum. Sizi çağıranın çağrısı güclənmədi. Və ləştərə haqqəlbə mən qasakum. Sizə güvənənin qəlbi heç zaman rahat olmadı. Heç qoymadınız əlinin qəlbi rahat olsun. Əli kimi bir şəxsi ki, nə körpəyə zülm eləyir, nə yaşlıya, nə savaşda zülm eləyir. Heç bir zaman bunu eləməyib. Amma heç bir zaman olmadı siz əlinin qəlbin rahat eləyəsiniz. Onun üçün şiənin bir hədəfi olmalıdır ki, mənim işim nə zaman imamın qəlbin rahat eləyir. Bu olmamalıdır bizim hədəfimiz. Mən imamı sevirəm, mən imamı sevirəm. Yox. Baxaq görə imam mənim əməlimi sevirmi, sevmirmi? Bu mühümdür. Küfəlilərdə bu yox idi. Küfəlilərdə Əhl-i Beytə zahirən sevgi var idi. Amma Əhl-i Beyt bizi sevirmi, ona uyğun əməl edirikmi, etmirikmi? Bu yox idi. Və bu haqda heç düşünmürdülər də. Sevgini məhdud eləmişdilər. Dini məhdudlaşdırmışdılar. Öz istəklərinə uyğun bir din düzətmişdilər. La yemna'ud daymaz-zalil. Zəif və alçaldılmış insan heç bir zaman zülmün qarşısını ala bilməz. Və la yudrakul haqqu illa bil cidd. Heç bir zaman sən haqqını ciddiyyət göstərməsin ala bilməzsən. Bugün niyə düşüblər şiələrin üstünə ki, sizin silahınız olmamalıdır, sizin gücünüz olmamalıdır, sizin qüdrətiniz olmamalıdır? Niyə? Ona görə düşüblər ki, əgər sənin qüdrətin olsa haqqını ala bilərsən. Qüdrətin olmasa sən haqqını ala bilməzsən. Heç bir zaman. Əmir-el-Müminin deyir ki, güc olmasa, qüdrət olmasa, ciddiyyət olmasa bundan fəthlər əldə olunmaz. Haqqını almaq istəyirsənsə gərək çalışasan. Otur elə axşama qədər evdə dua elə ginən ki, Allahümmə rzuqni, Allahümmə rzuqni, Allah verər. Həzrəti Məryəm oturmuşdu xurma ağacının dibində, ayədə işarə eləyir buna. Dedi ki, ağacı titrət, ağacı silkələ. Həzrəti Cəbrail bunu çatdırdı Məryəmə. Deyirlər, Allah müteala eləyə bilməzdi ki, elə o xurmanı oradan salsın, Həzrəti Məryəm götürüb yesin. Niyə bunu eləmədi ki? Sən də bir hərəkət eləməlisən də. Elə oturduğun yerdə hər şey verməzlər ki sənə. Quran ona görə buna işarə eləyir ki, xəbər verir Həzrəti Məryəmin zamanından ki, ilham olundu. Dedi ki, ağacı titrət ki, düşsün yiyəsən. Elə oturan yerdə insana heç nə vermirlər. Onun üçün Əmir-el-Müminin deyir ki, əgər istəyirsiniz haqq bərqərar olsun, siz bir ciddiyyət göstərməlisiniz. Əyyədarin bəğdən darikum təmnəunə və mə ayyi imamin bə'di tuqatilun. Siz kimdə evinizi qorumursunuz, nə zaman, hangi evinizi qoruyacaqsınız deyir. Bundan sonra nereye qoruyacaqsınız? Evinizə düşmən nüfuz eləyəndən sonra nəyi qoruyacaqsınız? Məndən iyi bir imamı nerede bulub ona tabi olacaqsınız? Kimdir, varmı belə bir insan? Əli kimi imam bula bilərsiniz siz. Və mən fazə bikum fəqət fazə vallahi bis-sahmil əxyəbi. Kim sizə güvənib qalib olarsa, Allaha and olsun ki, ən uğursuz oxla qalib olmuşdur. Bu misal vurur. Ərəblərdə belə bir adət var idi. Məsələn, bir dənə dəvə kəsirdilər, onu 10 səhm eləyirdilər, 10 dənə ox atırdılar onun içinə, 10 dənə ox atırdılar onun içinə, 10 kişi gəlirdi qabağa. O ətlər oxların üzərinə yazırdılar. Məsələn, 1-ci dərəcəli, 2-ci dərəcəli, 3-cü səhm. 3 dənə səhm olurdu, pay olurdu orada ki, onu kim götürsə o məğlub olub. Düzdür, götürürsən oxu, amma məğlub olursan. Deyir, sizlə qalib gələn ona bənziyir. Əlinə bir şey gəlsə də məğlubdur. Heç bir şey əldə etməyib. Hətta bir şey ki qazanmır, əlində olanları da verəcək, gedəcək. Əsbəhtu vallahi la usaddiqu qavləkum. And olsun Allaha, elə bir sabah elədim ki, elə bir sabaha oyandım ki, sözünüzə inanmıram artıq. Və la ətmə'u fi nəsrikum. Daha sizin köməyinizə, yardımınıza da mənim
heç tamahım yoxdur. Və la u'idul aduvvə bikum. Düşməni də daha sizinlə təhdid eləmirəm. Daha insan savaşa gedəndə kimdən gedər, kimə güvənər? Yanındakılara da. Deyir, elə bir hala düşmüsünüz ki, heç düşməni də sizinlə təhdid eləmirəm mən. Ma balukum, sizə nə olub? Ma davaukum, sizin dərmanınız nədir axı? Mən əli nə verirəm, düzəlmirsiniz. Sizin dərmanınız nədir? Ma tibbukum, sizin tədaviniz nədir? Mən neyniyim bundan artıq? El-qavmur ricalun əmsalukum. Axı, qarşı tərəfdə olanlar da sizi kimi biriləridir də. Onlar da sizin kimi insanlardır. Əqavlən bi qeyri ilmin. Bunu bilmədən söyləyirsiniz. Və qəflətən min qeyri vərəin. Yoxsa təqvasızmı konuşursunuz? Elə ancaq söz olsun deyə mi hər sözü deyirsiniz? Nə olub sizə? Niyə belə edirsiniz? Və təməən fi xeyri haqqin. Yoxsa sizin haqqınız olmayana tamah eləmişsiniz, belə edirsiniz. Çünki bilirdilər axı, Həzrəti Əli əleyhissalam qələbə də qazansa, bunların haqqı olmayanı bunlara verməyəcək. Deyir, sizin haqqınız olmayana tamahınız var, ona görə məni tək qoyursunuz. Əhl-i Beyt əleyhimussalatu vəssalam və imamət elə bir nurdur ki, insan gərək çalışsın, bacardığı qədər oradan bir şey qoparsın. Yəni, bu dünyanın nuru vilayətdir, Əhl-i Beytdir. Əgər onlar olmasa, insanın ömrü məhv olar, bədbəxt olar. Biz gərək bilək, nə istəyirik imamdan, nə gözləntimiz var, nə bəkləntimiz var. Molla Qasım adlı biri var idi, çox əxlaqlı, ədəbli, zamanəsinin böyük alimlərindən biriydi. Bunu çağırdılar İsfahana. Dedilər ki, ağacan, burada alimlərin arasında sorun yaranıb. İstəyirik, gələsən, sən əldə edəsən. Sözü keçirdi hər yerdə. Çağırdılar bunu, gəldi İsfahana. İsfahana gələndən sonra məsələni həll elədi. Bunun sözü ilə barışdılar. İsfahanda bir məzarlıq var. Təxt-i Fuladdır məzarlığın ismi. Bu gəldi, getdi ora ziyarətə, Molla Qasım. Çox mənəviyyatlı bir məzarlıqdır. Bilirsiniz də, o məzarlıqlar ki, orada Peyğəmbər balaları dəfn olunub, orada alimlər, həqiqi iman əhli dəfn olunub, orada bastırılmaq daha fəzilətlidir. Deyir, gəldi, girdi məzarlığa, bir kişi qalmışdı qapının ağzında, salam vermədi, ona keçdi. Bu qayıtdı buna, dedi ki, Molla Qasımə, sən Quranda oxumamısan ki, bir yerə girəndə onun əhlinə salam verir. Bu çox kötü oldu, utandı, xəcalət çəkdi. İstədi bunun da qəlbi qırılmasın, deyir, bağışda səni görmədim. Üzürlü bil ki, səni tanımadım, görmədim, yəni fikrim səndə deyildi. Dedi, üzrün günahından daha kötüdür. Üzrün günahından daha kötüdür. Özünü o vəziyyətdən çıxarmaq üçün yalan konuşmuş oldun. Kəşki eləməzdin. Kəşki deməzdin. Bir yanlış idi, eləmişdin də. Həyatımıza baxaq, yanlışımızı yanlışla təmizləməyə çalışmayaq. İmam zamandan uzaq düşərik belə. Deyir, bununla oturdular, biraz söhbət elədilər. Molla Qasım bildi ki, bu, yəni, sadə bir insan deyil. Nəsə övliyaullahdandır, Allahın övliyalarındandır. Buna dedi ki, nə olar, mənə 2 dənə zikr öyrətkinən, mənə özəl zikr öyrətkinən. Birinci ondan başqa şey istədi. Dedi, mənə kimya elmin öyrət ki, mən onunla altın əldə eləyim. Bu altınla dünyanı qazansın da. Dedi, neynirsən kimyanı? Gəl sənə kimyadan daha gözəl şeylər öyrədim. 2 dənə sənə zikr öyrədirəm. Biri yalnız sənin üçündür. Kimsəyə deməyərsən. Molla Qasım deyir, ölənə qədər də bunu kimsəyə demədi. İkincisi budur. Nə zaman əgər zorluğa düşərsənsə, nə zaman əgər çətinliyə düşərsənsə, Həzrəti Peyğəmbərin ismin çək, Həzrəti Zəhranın ismin çək, müşkülün oldu, dərdin oldu, hastalığın oldu, belədir.
Hər zaman ya Muhammedu, ya Aliyu, ya Fatimə, ya sahibə zaman, ədrikni və la tuhlikni. Ey Peyğəmbər, ey Həzrəti Zəhra, ey Hüseyn, nə olar? Əlinin adını çəkir Həzrəti Əlinin, İmam Hüseynin adı burada yoxdur. Deyir, nə olar? Mənə yardım et və la tuhlikni, məni həlakətə atma. Bu Molla Qasım da alim idi. Dedi ki, burada sanki bir qrammatik yanlış var. Qrammatik bir yanlış var. Sən burada 4 kişinin ki ismini çəkirsən, gərək orada deyərdin ki, məni təhlükəyə atmayın, mənim əlimdən tutun. Niyə deyirsən ki, de ki, mənim əlimdən tut, təklə deyirsən. Bir qayıtdı, dedi ki, düzdür, mənim cəddimi unutmayın. Amma məndən yapışın. Allah sizin işlərinizi məni möhtəmə buraxıb. Deyir, bir balaca qəflət elədim, gördüm, yoxa çıxdı adam. Bulanmadım daha. Gəldim Kaşan şəhrinə. Kaşan şəhrinə yetişəndə orada da bir Arif var idi. Bu məni gördü, mənim başıma gələn hadisəni mənim üçün təkrarladı. Dedim, ağa, sən bunu hardan bilirsən? Bu ki, bizim aramızda olub. Deyir, İmam Zaman ağa həftədə bir kərə məni ziyarət eləyər. İmam Zaman ağa mənə bu dəfə gələndə sənin o hadisəvi dedi. Və dedi, biraz da istəsəydi, kimyanı da ona öyrədərdin. İnsan imanından, imamından əgər qəflət eləməsə, bu dünyada hər şey qazanar. Hər şey qazanar. Amma vay o gündən ki, imam unudula. 3-cü xəlifənin zamanında onlar ki, zəmanəsini tanımırdılar yaxşı. Həzrəti Əli əleyhissalam evində idi İmam Həsən, İmam Hüseyn ağa. Bir də xəbər çıxdı ki, Osmanın evinə yürüş olub. İstəyirlər Osmanı qətlə yetirərlər və Osmanın evinə gələn suyun yolu bağlanıb 3-cü xəlifənin. Deyirlər, Əmirəl-Müminin Həzrəti İmam Hüseyni çağırdı. Hüseyn xəncərin verdi ona. Bir dənə də su məşqi doldurdu, verdi ona. Dedi, Hüseyn, fərq eləmir kimdir ya. Bu suyu nəyin bahasına olursa olsun o evə yetişdirəcəksən. Çünki kim olursa olsun susuz ölməməlidir bu dünyada. Bizim dinimizdə, bizim əqidəmizdə kimlərisə susuz öldürmək yoxdur. Elə Süffeyndə də belə elədi Əmirəl-Müminin. Muaviyə suyun qabağını kəsmişdi. Elə ki, nəhri aldılar. Dedi, yox, bizdə su kəsmək yoxdur. Suyun qarşısını kəsməyin. Açın, qoy içsinlər. Allah bu suyu insanlar üçün xəlq eləyib. İmam Hüseyn ağa məşqi götürdü, xəncəri də götürdü. Gəldi, gördü Osmanın sarayını əhatəyə alıblar. Peyğəmbərin balası gəlir, dedilər, Yəbnə Rəsulullah, sən biz üçün çox əzizsən, ha? Amma sənə izin verə bilmərik Osman üçün su aparasan. Çünki bu Beytulmalı qəsb eləyib. Bunu biz öldürməliyik, həm də susuz olmalıdır. İmam Hüseyn ağa görə nə dedi? Dedi, yox, mənim babam mənə tapşırıb ki, xəncərlə də hərəkət eləməli olsam, nəyin bahasına olursa olsun, bu suyu ora çatdırmalıyam. O evdə kimsə susuz ölməməlidir. Gətirdi suyu, yetirdi Osmana. İndi tarixdə nələr olub, bunu bilir də, tarixdə bunların arasında hansı hadisələr baş vermişdi, üstündən keçirəm. Həbsi ilə birlikdə dedi, yox, biz qoymarıq kimsə susuz ölsün. Zikri müsibətə buradan başlayaq. Bugün Muharrəmin 7-ci günüdür. Bugün bilirsiniz də nə günüdür? Bugün suyun qarşısının kəsildiyi gündür. Bugün İbn Ziyad Məlun bir namə yazdı, bir məktub yazdı ki, Ömər Səd Hüseynlə suyun arasında bir sədd düzəldir. Peyğəmbərin balası su içməməlidir. Nə özünə su çatmalıdır bu gündən sonra, nə də əhlinə su çatmalıdır. Kim olursa olsun. Suyun qarşısını kəsin şiddətlə.
7-ci gündən o yana Əhl-i-Beytə su verilmədi. 500 kişi gəldi qaldı Fırat nəhrinin yanında. Biri dedi, Hüseyin, bax Fıratın çayına, görürsən o balıqlar necə atlanıb düşürlər suyun içində. Dünyanın bütün heyvanları bu sudan içər, amma sənə sənin ailəvə bu sudan vermərəm Hüseyin. Səni təşnə öldürər Hüseyin. Bilirsiniz, niyə kəsdilər suyun qarşısını? 3 dənə səbəb var idi, bunu nəql eləyirlər. Birinci səbəb bu idi ki, dedilər Hüseyin Osmana su aparmayıb. Ki, nə qədər ədalətsiz dünyadır. O Hüseyni ki, xəncəri götürdü, məşqi apardı, dedi, nəyin bəhasına olursa olsun susuz ölməyəcək. Muaviyə bunları aldatmışdı, dedilər Hüseyin Osmana su verməyib, biz də onun suyun qarşısını kəsərik. İkincisi bu idi. Dedilər ki, qoşun susuz qalsın, taqətdən düşsün, gücü olmasın, istədiyimiz kimi bunlarla rəftar eləyək. Üçüncü səbəb bu idi. Deyirdilər, qoy bu uşaqlar ki, susuz qalacaqlar, bu xanımlar ki, susuz qalacaqlar. Bilir də Hüseynin qeyrəti nədir? Bunlar susuz qalacaqlar, məcbur olub bizə tabe olacaqlar. Xanımlar töküləcək, deyəcəklər təslim olun. Amma bunlar xanım Zeynəbi tanımırdılar. Xanım Zeynəb susuz qaldı. Körpələr susuzluqdan ciyərləri yanırdı. Amma bir dəfə demədi, Hüseyin, nə olar, su gətir, təslim olaq. Üç gündür xeymələrə su gəlmir. Bir gün evdə əkmək olmayanda nə qədər dərd çəkirik, ay Allah. Uşağım susuz qaldı, uşağım yeməksiz qalar, çocuğum ac qalar. 3 gündür kimsənin o sıcaqda dodağına su dəymir. Bir-bir gedirlər, savaşırlar, şəhid olurlar, savaşırlar, şəhid olurlar. Elə ki, İmam Hüseyin ağanın ailəsindən olana sıra çatdı. Əli Əkbər ağa da getdi, şəhid oldu, irbən-irbə oldu, doğradılar, parça-parça elədilər. İmam Hüseyin ağa gördü, balaca Qasım gəlir ona tərəf. Deyirlər, 14 yaşı, 13 yaşı var idi Qasımın. Dedi, əmi, mənə izin verirsən gedim, mən də şəhid olum. Bir neçə dəfə istədi İmam Hüseyin ağadan, İmam Hüseyin ağa izin vermirdi. Bilirsiniz niyə? Qasım İmam Həsənin əmanəti idi, qardaşının küçük balası idi. İmam Həsən ağa şəhid olana yaxın, İmam Hüseyin ağa gəldi, onu gördü, kötü haldadır, başladı ağlamağa. İmam Həsən ağa dedi, Hüseyin, niyə ağlayırsan? Dedi, qardaş, sənin halını ağlayıram da, cigərlərin paramparça olub zəhirdən. Dedi, Hüseyin, ağlamalı gün sənin günündür. Bu ağlamalı deyil ki, mən istəyəndə su verirlər. Mənim üstümdə dam var, sənin üstündə gündən başqa, günəşdən başqa bir şey olmaz Hüseyin can. La yevmeke yevmike, ən kötü gün sənin günündür. Aşura axşamı İmam Hüseyin ağa hər kəsi yığıb ətrafına. Deyir, yarına həpüz şəhid olacaqsınız. Kimsə qalmayacaq. Kim istəyir gedə bilər. Qasım gəldi, dedi, ya əmma, ey əmi, və ənə fi mən yuqtəl, mən də ölənlərin içində varam. İmam Hüseyin ağa istəyirdi sınasın Qasımı, hələ görüm nə düşünür. Dedi, Qasım, sənin üçün ölüm nədir Allah yolunda? Keyfəl mevtu indək. Sən ölüm deyəndə nə düşünürsən Qasım? Dedi, ya əmma əhla minəl əsəl. Mənim üçün sənin yolunda ölmək baldan şirindir. Deyir, Qasımın bir məktubu vardı, onu gəzdirirdi. Babasından yazılmışdı. Açdı məktubu, gördü yazılıb ki, oğlum Qasım, bir gün gələcək Kərbəlada ancaq tənha qalacaq, tək qalacaq. Kimsə dadına yetməyəcək, özünü ona fəda eləyərsən o zamanda. İmam Hüseyin ağa izin verdi Qasımə, 13 yaşda körpə, 14 yaşda körpə. Nə əyninə zirəh var, nə əyninə çəkmə var.
Nə xəncər onun əli qədər deyil. Gördülər düşmən tərəf deyir ki, gördük bir çocuq çıxdı oradan bizə tərəf gəlir. Bizə tərəf gəlir, amma hər gələnin ayağında savaş çəkmələri var. Bunda heç bir şey yoxdur. Bilirsiniz niyə? Çünki əyninə bir şey bulunmurdu, o qədər çocuq idi. Gəldi, savaşdı. Bir də İmam Hüseyin ağa deyir, qalmışdı ki, Allah, qardaşımın balası gedir. Birdən səsi gələr, özümü tez yetirim zəhnəyə. Bir də gördü ki, Qasım çağırır, ya amma, əmican öldüm. Əmican özümü mənə yetir, halım pisdir.